Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım halınız yaxşıdır və keyfiniz sazdır. Bilirsiniz, mən hər gün çalışıram ki, bir səfər canlı olaraq kitab oxuyayım. Fikrim inkişaf eləsin, beynim qalıb donmasın. İnsanlar o zaman dəyişməkdən çox qorxurlar insanlar. Yəni ən böyük qorxu budur ki, insanlar dəyişməkdən qorxurlar. Və mən özüm də qorxuram. Yəni vaqiət budur ki, bəzi vaxtlar görürəm müqavimət edirəm, istəmirəm dəyişəm. Bəzən görürəm bir söz bir nəfər dedi, söz məni ləxlədir yerdən. Və görürəm düzdür, amma müqavimət edirəm. Niyə? Çünki mən geçən ömrümün başına bu saniyəyə qədər ki bu sözü eşitdim, o mövzuda da o birisi mövzulara tayıb brainwash olmuşam, beynim yıxalanıbdır. Məni o cür dövlət və hökumət, dinçilər və qeyri-dinçilər o cür istəyiblər, beynimi qurublar ki, istəyirdilər. Və mənim beynim onlar istədiyi kimi çalışır. Bundan belə mən çox çalışmışam ömrümdə, oracan ki mümkündür, dəyişdirəm özümü. Yəni, baxmışam, görmüşəm, düz deyil. Və o zaman ki, bu düz deyil, tamam, onda dəyişmək lazımdır. Əgər dünyanı dəyişdirəmirsən, özündən başla. Çünki özünü dəyişdirsən, dünyanı dəyişdirə bilərsən. Hər nəfər özü dünya gölündə ya dünya dənizində bir daş fərz eləsə, özün, insanların da hamısın bir göl fərz eləsə, özün o zaman ki dəyişdirir, o göldə bir mod icad edir, bir dalğa icad edir. O dalğa fırlanacaqdır, istər istəməz. Məsələn, mən zehnimi bir şeydə dəyişdirirəm, bu insanlara sirayət eləyəcəkdir. Yəni o göldə bir dalğa olacaqdı insanların gölündə və onlarda bu dalğa geci-tezi təsir qoyacaqdı. Dostlar, məsələn, mən eləyə bilirəm bu kitabı oxumayam, ya oxuyam, güzəra üstündən geçsəm. Siz də bilməyəsiniz ki, nə qədər savadım var, nə qədər yoxdur, nə qədər güclüyəm türküdə, nə qədər gücsüzəm və özümü müqəddəs saxlayam. Yəni deyəm ki, İnsanlar deyir, o filan kəsdir, savadlıdır, filandır, bəhmandır. Amma bu kitabı o zaman ki oxuram, sizin huzurunuzda oxuram. Siz görürsünüz ki, mən özüm görürəm ki, başarmıram. Və başarmadığımla da məğrur deyirəm. Tamam, başarmıram, qurtulcu etdi. Və dostlar, köməklik istəyirəm. Sağ olsun dostlardan biri dünənki bəhsə qulaq asıbdı. Yəni, çox sevindim ki, bir nəfər qulaq asıb və cavab veribdi. Dünəndən bu üzə 2 dəfə mənə cavab verib. Bir dəfə səsli cavab qoyubdu. Bir dəfə də 2 dəfə link göndəribdi. Dünənləri yadınızda olsa dedik ki, xanımlar savaşçı olardılar, türk xanımlar və Amazon kəlməsi orada gəldi. Mən dedim, bu Amazon ki, internetdə cins satır, o deyil. Dostumuz bir link göndərdi. O linkdən gedəndə görürsünüz ki, Amazon xanımlarmışlar ki, savaşarmışlar, bunların adlarıymış və bunlar dövlət də qruplar. Amazon bəs o xanımlara deyilir ki, yəni bir dana siyasi ad əslində. Necə məsələn, çirik bir dana siyasi addır, bir dana hərəkətə bil ki, savaşçıdılar. Amazon da bir dana addır, siyasi addır, o xanımlara ki, savaşdırdılar. Və sağ olsun dostumuz, çox təşəkkür edirəm. Bunu mənə öyrətdiyiniz üçün var olun, sağ olun. O birisi dostlardan da xahiş edirəm. Baxın, mən əgər baxın, dünya, o adamlar ki, çalışırlar, sizə hər şeyə cavab verirlər və hər şeyə cavab verirlər. Qətən çox şeyi bilmirlər. İranda buna sembilasyon deyirlər. Yəni, insanların beynin sadə, Farsda pişi pa uftadə. Elə yalan-yolanla insanları toğlamağa çalışırlar. Vaqiyyət budur ki,
dostlar. Hamı hər şeyi imkanı yoxdur bilsin. Və bunu etiraf eləməlidir. Bunun dalısından getməlidir. Hər halda uzatmayın bu bəhsi. Dünənləri cinsəl əxlaqdan. İndi əxlaqı gördünüz dostlar. Baxın, İranda əxlaqı iş tərif edirlər. Hətta filsuflar, diqqət buyursanız. Görürsünüz ki, nəhayətdə gəlirlər ki, ən çoxu budur da. Filan kəs deyibdir ki, bir dənə filsuf, məsələn, ya filsuf ya deyil də, hesaba soxurlar. Filan dünyanın tanınmış filsufu adlı filanı gəlir, deyir ki, hər nə özünə sevmirsən, özgələrə də sevmə. İmam Əli də bunu deyibdir. Və bizim ədəbiyyatımız var, hafizimiz var, sədimiz var, filan kəsimiz var, Mevlanamız var, filanımız var. Tamam, var, neyin yağasın var. Hafiz də deyibdir, İmam Əli də deyibdir, o filsuf da deyibdir. Sizin camiəsinizdə olan nədir? Əxlaqdan nə düşüncəsi var? Sizin o ədəbiyyatınız hangi əxlaqi fikri bu camiəyə yayıb? Hangi fəlsəfi fikri, hangi siyasi fikri, hangi ictimai fikri, hangi hüquqi fikri bu camiəyə yayıbdır? Xunsa bir şeydir da. Yəni, əgər bir şeiri 800 ildə onu oxuyurlar hafizi məsələn, 800 ildən sonra bu camiədə bir şey yaranmayıbdır, olub-olmamağının təsiri yoxmuş. Olmamağı ondan dahi yaxçıymış. Lağəl yeni adamlar başladılar, bir yeni iş görərdilər. Bir yol. Bu, İranda əxlaqı çox pis tərif edirlər. O halda ki, mən bunu oxuyunda dedim, mənim nəzərimdə, əxlaq ki, İranda deyirlər, bu əxlaq rizalətdən başqa bir şey deyil. Rizalətdən yəni 200'lük deyil, 1100'lükdür İrandakı əxlaq. İslamdakı münafiq deyirlər, vaqən əxlaqda münafiqdən də münafiqdir İranlar. Burada görürsünüz ki, əxlaqı gəldi. Əxlaq 5 yerə böldü. Başladı bir deməyə. Görürsünüz ki, yaşam tərzidir. Yaşam tərzidir. İndi əxlaqı qoyun qeydaq dalıya baxaq, görək ki, əxlaqa nələr demişdi və birincisi bağışlayın, ikincisi vətən əxlaqı idi. Burada fəqət vətəni sevmək, vətənə aşıq olmaq, vətənin yolunda ölüb öldürmək və vətənə və millətə xiyanət eləməmək. İkincisi, məslək əxlaqı idi, iş əxlaqı. Ki, onu da görə danışdıq ki, sendikalar qurulmalıdır və sendikaların bir komitəsi olmalıdır, qanun yazmalıdır və müvazibət eləməlidir ki, üzvlər millətə xiyanət eləməsinlər və onu görürsünüz. Burada da yenə də o əxlaq ki, İranda deyil, yox. Yenə də burada bir qərarlardan danışılır. Ondan sonra məslək əxlaqıdır. Məslək əxlaqını dedik, tamam. Vətən əxlaqı idi birincisi. Ondan sonra məslək əxlaqı. Məslək əxlaqından sonra indi gedirik cinsəl əxlaq. Üstüzəm, ailə əxlaqı. Ailə əxlaqında gətirdik, yenə də gördünüz ki, ailəni, rəftarların ki, nəcür olacaqdır, nəcür olmayacaqdır, türklərdə nəcür idi, onu biraz açdı və dedi ki, 4 yerə bölür ailədə, biri boydu, soydu, türkündür və barkıdır. Bunların da hərəsinə görə bir tozihlər verdi. Burada heç zeşd o, xub o, bəd o, bunlar ki, farsda deyirlər, qəbih o, filanların danışmadı. Yəni, demədi ki, filan şey qəbihdir. Filan şey yaxçıdır, müstəhəbbidir, vacibdir. Bunların hamısı o şeylər ki, biz onlarla milləti toğuluruq və özümüzü toğuluruq. Bundan sonra gəldik, hangi əxlaqa dedik ki, cinsəl əxlaq. Cinsəl əxlaqdan da biraz oxuduq və indi istəyirəm ki, biraz bunu sürət ilə gedən bu günləri bunu qutaraq. Yavaş-yavaş kitabın axır səfərlərinə yetişmişik. Dedik ki, bir tanrıça var idi. Tanrıça kişi Allah. Dedik ki, çal sözü də
gedib farsiyə olub C, bətçi filan, kitabçı, nə bilim, tapançı filan bəhman. Kiçik. Ərz eləyim ki, bu bir tanrıça var idi ki, xanımlar doğanda gələrdi onlara və onlara köməklik elərdi. Xanımlara dedik ki, deyir, namussuz xanımlara gəlməzdi. Namusun üstündə mən bir öz fikrimi ortaya qoydum ki, namusdan mənzur nə ola bilər? Bir kəlmədir ki, mənlə ilgili digərlə ilgilisi yoxdur. Yəni mən özüm namuslu ola bilirəm özümə, özgənin namuslarına baxa bilirəm və mən xanımım, nənəm, bacım, qızım, bunlar mənim namusum hesab edir ki, mən onlara sahibəm. Beləsi gəlir. O halda ki, özgələrin xanımları, bacıları, nənələri, qızları, onlar namus deyirlər. Mən onlarla hər nə görürsün, bu əxlaq deyil. Bunun üçün bu namus sözünü dedik ki, orada qədim belə bir şey inanırmışlar. Onu dedim. O da indi qədim də insanlar elə indi də mütəəssifانه savaşlarda olur. Savaşlarda görürsünüz ki, gedirlər, alırlar bir yeri, oradakı xanımlara təcavüz edirlər. Hətta bəzən erkəklərə təcavüz edirlər. Və hər halda çox ağır bir bəhs oldu. Onu biraz orada mən fikrimi söylədim. Nəzərimə gəlir ki, bu namus məsələsində biz bir ərəbcə təcdidə nəzər etməliyik. Yəni bir ayrı cür baxmalıyıq buna. Məncə bu doğru deyil. Bu sadəcə bir zindan düzəldirik bu sözünlə ki, erkəkləri də və xanımları da bundan salırıq ailədə zindana. Deyir ki, indi oradan davam verək. Deyir ki, buradan başqa Ayzita məxsus bir yaz bayramı var. Ayzit dedik ki, o tanrıçanın Allahı da əgər iştibah eləməsəm, bir də baxım görüm o cürdür. Bəli. Tanrıçanın adı o bundan başqa, yəni o Ayzit Allah, tanrıça, xanımlara köməklik eləməyə ondan başqa Ayzit məxsus bir yaz bayramı var. Yaz qışdan sonra gəlir. Əgər iştibah eləməsəm, ondan sonra bahardır, ondan sonra payızdır, qışdır. Ya xəzəl fəsli. Bu bayramın sabahında evlərin hər tərəfi son dərəcə təmiz və süslü bir hala gətirilir. O bayram tutular, o bayramın sabahında, yəni bayram gününün özünün səhəri tezdən. Yəni fikir edin ki, məsələn, bu günlər indi cuma axşamıdır. Səhər tezdən düşü cuma axşamı başlanır. Buna deyirik sabah. Axşamacan gündür, amma səhərisi səhər. İndi deyir ki, bu bayramın sabahında, yəni səhər tezdənində evlərin hər tərəfi süslü, son dərəcə, son yəni axirin dərəcə, yuxarı vəziyyətdə təmiz olar və təmiz bilmirəm indi hangi dildən gəlmədi, onu bilmirəm və süslü bir hala gətirilir. Süslü bəzənmiş. Bəzənməyə süsləmək deyirlər. Adamların üstündə özlərini süsləyə bilərlər. Paltarları çox. Üzə biz bəzəmək deyirik bizdə, amma süsləmək deyirlər. Məsələn, orada matihsat vurmağa, qaşınız adını düzəltməyə da süslü deyirlər. Hər fərd ən gözəl əlbisəsini geyir. O bayram günü hər kəs, hər fərd, hər birey, türkçəsi bireydir. Fərd özü ərəbcədir. Ən gözəl, yəni yap gözəl. Ən gözəl, lap gözəl əlbisə ərəbcə sözdür, paltarlar deməkdir əlbisə. Cəmdir özü. Paltarlarını, yəni paltarlarının ən gözəlini geyər. Ən çox sevdiyi yeməkləri hazırlar. Hər fərd özü hazırlamaz mütəəssifانه. Əlbəttə qədim bəlkə hər kəsin özü hazırlayırmış. Amma o cür bir şey indi yoxdur. Məmulən nənədir, bacıdır, qızdır, arvaddır. Bunlar bu işi görərlər. Erkəklər də yalandan vəsətdə mənim kimi qarımpa adamlar da fəqət yemağına məşğul olurlar.
ən çox sevdiyi, ən yenə də yəni çoxdur, yəni ən çox sevdiyi, çox sevdiyi yeməkləri hazırlar. Hər kəsin özü mütləqa nəşəli, üzü istəyirəm. Hər kəsin üzü ərəbcə, ərəb əlifbası ilə mütəəssifanə türkünü oxumaq olmur. Hər kəsin özü mütləqa hər kəsin üzü mütləqa nəşəli, şən və təbəssümlü olur. Hər kəsin üzü mütləqa, yəni ərəbcə sözdür, mütləq sözündəndir. Mütləqa, biraz türkləşib, axırına mütləqa gəlibdir. Mütləqa, yəni %100 nəşəli. Nəşə də ərəb sözdür genə də. Yəni şad, xoş. Şən və təbəssüm. Şən genə də o nəşənin tayı bir şeydir. Nəşəli biraz, məsələn, hərəkətli sevinç. Şən və təbəssüm. Təbəssüm də şeydir, ərəbcədir. Yəni üzü gülər. Üstündə bunların hamısı, yəni kefi damağı saz olar. Biz bunu Türkiyə çevirsək şey, hətmən hər adam çocuğun bayramdır, kefi saz olmalıdır. Bu sırada ağ şaman əlində sazı olduğu halda gəlir. Elə deyir, bu bayrama ki, hazırləşiblər bu yaz bayramına. Bəllidir ki, indi buna farslar Novruz bayramı deyirlər. Buna yaxın gedirik yavaş-yavaş. Bəlkə odur. Bu sırada, yəni buradakı paylaşıb yeməklər hazırləşir, paltarlar geyiblər, şənli, təbəssümlü cürər şeylər. O vəziyyətdə ağ şaman. Şaman dedik ki, din, təbiətin din adamlarıdır. O, bu sırada o ağ şaman. Ağ şaman iki mənası ola bilər. Bir bu iki ağ giyinibdir, bir bu iki böyükdür, ya ağsaqqaldır, bunlar ola bilər. Əlində sazı olduğu halda sazın əldə tutaraq gəlir. Qış ayinlərini qara şaman, yaz ayinlərini ağ şaman gələr. İndi deyir, qışda gələndə, qış ayları gələndə, bunu mütərcim yazıbdır. Qış aylarını qara şaman gələr, başladar, yaz aylarında ağ şaman gələr. İndi görürsünüz, burada çox, məsələn, buna cismi bir məna verdi. Yəni, birinin başdan ayağa qaradır, ya qara giyinir, biri də ağdır, ağ giyinir. Beləsi bir şey verdi bu şamanlara ki, biri qışın, kömür kimi, məsələn, biri kömürdür, gəlir qışda, gərək ondan istifadə eləyək. Biri də yazdır ki, gün düşür, isti düşür, sıcaq düşür, qarlar əliyir, güllər çıxır, yavaş-yavaş hər yer göyərir, ona görə o da ağdır. Ağlıq bir də təmizlikdir, qaralıq biraz kəsiflikdir. Bununla eyni halda ki, qaralıq özü dərinlik və böyüklükdür. Bilirsiniz, ən böyük şey gecədir. Dünyada heç zat, günüz ki deyirlər, firiştə dərayət, o cür bir şey yoxdur. Günüz ən kiçik, dünyanın bu böyük dünya ki var deyirlər. Gün ki orada görürsə, bir dıqqılısından geçir. Qalanı qaranlıqdır, züləmat qaranlıqdır. Onun üçün də bir deyirlər maddeyi, qərə maddə filan. Bəhmə bunların da hamısı o çünki oradan deyirlər, məsələn, bir şey gedəndə ora çıxamır. O qədər qaranlıqdır ki, orada hər nə gedir, deyirlər, qalır orada. Hər halda 9 gənc qızla 9 dəliqanlı seçərək bunları ikişər ələ-ələ tutturaraq əskər kimi düzər. İndi o aşıq, o şaman ki, əlində də sazı var, gələr 9 dana gənc qız, cavan qızları və 9 dəliqanlı, cavan, yəni genə də cavan, gəncin yerinə dəliqanlı. Oğlanlarda dəliqanlı işlədir. Qızlarda da əlbəttə görünür ki, bəzən işlənilir. Dəliqanlı seçərək, bunları seçir. Bunları ikişər, yəni iki-ikiyə bölür bunları. Cüt eləyir. Buna biz orada cüt ərəbcədə gəlir, iştibah eləməsən. Bizdə yox, türkcədir, cüt. Tək cüt. Fikir edirəm ki, türkcədir. Bəlkə buradan da gedib farsi olub cofdur. Bəlkə, bilmirəm. Amma hər halda bu
bunları adamları iki ayırır, əl-ələ tutturaraq onları əskər kimi düzür. Yəni onları səfə düzür. Yəni onlar mürəttəb, münəzzəm olurlar. Əskər kimi bilir? Əskərin fərqi o birislərlə budur ki, əmir əsasında hər şey bəllidir neyiniyəcəkdir. Və hətta araları da bəllidir. Bir-birləri ilə nə qədər ara duracaqlar, onlar da bəllidir. Və öz sazını çalar. İndi şaman elə ki, bunları düzdü səfə, 2-2. Məsələn, dedik ki, 9 oldu da. Əgər 9 dana bir qız, bir oğlan durdular səfə. Bir-birinin məsələn ya dalısında, ya yanında. Bu cürsə getdilər başacan. Ya beləsinə düzdülər. Elə 2 dana bu cürsə gəldi, getdi. İndi bunlar öz sazını çalar. Ondan sonra sazını ki, əlində götürmüşdü. Köynəyi də yoxdur sazın. Onu çalmağa başlar. Onları gök üzünə çıxarmış kimi iləri doğru götürür. Elə bir ki, onları göy üzünə aparır. Bu, o 9 qızı, 9 oğlan ki, 2-2-yə ayırıbdır. Diqqət buyurun, burada semboldur qızda, oğlanda, məncə. Çünki qız, bax, yaz kimi bir şeydir. Yəni, yazda təbiət doğmağa başlar. Yer doğmağa başlar əslində. Və qızlar da insanda, təbiətdə bir mövcuddur insan. Bu mövcud ki, insan adında, adam adında tanınır, bunun doğarı da xanımdır. Bu da təbiətin, yəni bir parçasıdır. Və oğlan toxumdur sadəcə. Sadəcə toxumdur. Amma yer ki, o toxumu bitirəcəkdir, bu xanım qızlardılar. İndi deyir ki, sazı çala elə bir ki, istəyir bu qızlarla oğlanlar ki, cüt durublar və təbiət bunlardan yaranacaq, doğulacaq. Gələcək nəsillər bunlardan çıxacaqlar. Bunları elə bir göyə uçurdur, aparır göyə tərəf. Bu cürsə irəli götürür. Məsələn, elə bir ki, durub bunların qabağında indi oynurlar, qabağa tərəf hərəkət edirlər, elə bir göyə gedirlər. Elə bir küfü baxın, küf uçanda beləsi gedər gələr ha. Siz bunu fərz edin ki, bu adam indi burada yerdən bunları, bu cürsə sazın ruh, saz çaldıqca bunların ruhu yerdən göyə tərəf bunları uçurdur məsələn. Göyə çıxarmış kimi irəli doğru götürür, onları qabağa aparır. Sazını çalarkən Ayzid haqqındakı ilahiləri də söylür. İndi bu sazı çaldıqca o Allah'daki vardı, onun bugünkü bayram onun günüdür də Ayzid Allah'ı qıla Allah'dır. Onun haqqında o şeirləri, o sözləri də söylür. İlahilər. İlahilər dedik, yəni o müqəddəs sözlər, şeirlər ki vardı, onlara ilahilər dedik. Bu estetik alay güya 3-cü qat göyə gəldikləri zaman Ayzidin sarayını qurban yasaqçılar əllərində gümüş qırbaçlar olduğu halda meydana çıxarlar. Alay içində namusca qusuru olanlar varsa onları geri çevirərək digərlərini Ayzidin sarayına girməsinə izin verirlər. Burada bir gene getdi usturələrə, əlbəttə hamısı usturədir, getdi ora deyir ki, bu estetik olay, bu hünəri bir vəziyyətdə güya farscadan gəlmədi, güya elə bil ki, 3-cü qat göyə gedirlər. Gəldikləri, elə bil ki, bu adamlar Ayzid 3-cü qatda olurdu axı. Elə bir istəyirlər getsinlər, Ayzidi 3-cü qatda görsünlər. O sazı çaldıqca bunların ruhları qalxır gedir. İndi məsələn İslamda Həzrət Məhəmmədin bir meyracı var. Gedir Allahın dərgahına. Bu meyraca bənzəyən bir şeydir. Bunu burada bir nəfər getmir. Burada hamı eləyə bilir ki, getsin o meyraca və o Allahça ilə görüşsün. Bunu da deyir ki, göylərə gəldikləri zaman bu gedir Ayzidin sarayını qoruyan yasaqçılar əllərində gümüş qırbaçlar olduğu halda meydana çıxarlar. Deyir ki,
Bu Allahın göydə şeyləri var. Diqqət buyurun, burada gözəl sözlər işlədir ki, mən birinci dəfə bunları eşidirəm. Ayetin sarayı kax deməkdir farsça. Qoruyan nigəhban. Qoruyan yasaqçılar. Yasak qanun. Yasak məmnu olmuş bir şey, qadağan olmuş bir şey. Yasaqçılar olar ki, oranı yasak tuturlar, qoymurlar ora geçsin. İndi buna nə deyirlər görək? Buna bir ad verməliyik amma. Onların əllərində gümüş qırpaçlar. Bilmirəm niyə gümüş dəmirdir. Dəmirdən qırpaç. İstir burada qədim deyirlər ki, bir qızı olubdur, bir teli qızıldan, bir teli gümüşdən. İstirdir deyək, yəni çox gözəldir, yəni çox qiymətli, ərzişlidir bu saçlar. Burada da istir onu desin ki, yəni çox ərzişli bir mütəəssifanə insanlarda bu şey var da, gözəllikləri qızılından, gümüşlə ərziş qoyurlar. Və istir burada desin ki, onların qırpaçları da gümüş də olsa vursan kəsər, qızıl da olsa vursan kəsər. Yəni bu Allahın əlində nə qeyrir, onu mən bilmirəm, amma ya Allahın qoruqçularının, ya yasaqçılarının əlində nə olur? Yasaqçı bunu da demək olar ki, yəni qanun saxlayanlar, qanunun mühafizləri, bunu da demək olar. Əllərində gümüş qırpaçlar. Qırpaç, mən görmüşdüm, Allah rəhmət eləsin, mənim bir babam var idi, Çalba Bəşran baba, ona Çabı baba deyərdik, Kərbəlaya gedib gəlmişdi. Tövbə eləmişdi, gəlmişdi. Yox. Bu babamın atı var idi, onun bir şallağı var idi, ona qırpaç, başı neçə dana olar, yəni qotaz, əgər dostlarımız bilsə nədir? Qotaz nədir? Qotaz, deyim ki, bir dana kələfi, ipi əldə belə dolasaq, bunu sonra bir tərəfin ipindən adca bağlasaq, burası yumru olsa, aşağısının qeyti ilə kəssaq bunun, burası yumru qaldı, burası kəsildi, belə ucları şey oldu. Buna qotaz deyərlər. Bunun daldan da bir dəstə qoyarlar, astarlar, gözəl də görsənər. Buna qotaz deyərlər. İndi qırpacın da başı o cürsü neçə şey olur, qollu olur, ya neçə şaxə olur, nə bilim, neçə yarpaq olur. Deyir, onlar gələrlər, çıxarlar meydana. Yəni, onlar gələrlər meydana, yəni çıxarlar qabağa. Bunlar ki, istirlər getsinlər Allahın yanına. O qoruqçular əllərində də bu şeylər, qırpaçlar ki, gümüşləndi, çıxarlar bunun qabağına. Bəlkə də bu gümüş bir Türk fərhəngində bir səmcədir, simcədir. İndi nəyə simcədir? Çünki gümüş bilirsiniz, ağdır biraz. Şey deyil, yəni nə ağdır, nə qərədir, nə sarıdır. Məsələn, qızıl bilirik ki, yəni günəşə işarədir. Amma gümüş bilmirəm nəyə işarə ola bilər. Mən usturələrdə çox, yəni oxumamışam. Əsla deyək ki, mən usturə bilmirəm, daha özüm rahat olam, çünki vaqəən bilmirəm. Alay içində namusca qüsurlu olanları varsa, onları geri çevirərək. Deyir ki, indi onlar meydana çıxarlar, yəni gəldilər qabağa. Gördülər ki, qonaq gəlir tanrıçıya, çıxarlar qabağa bu yasaqçılar və meydana çıxarlar, yəni gələrlər önə. Alay içində, o cəmiyyətin içində namusca qüsuru olanlar varsa, əgər birinin namusunda bir qüsur eləyib özü, baxın, bunu gene mən dünən bir izah elədim, bu günlərdə bir ayrı zaviyədən izah eləyim. O da budur. O insanlar ki, zorla onlara təcavüzü, cinsi təcavüz olur. Adı təcavüzdür, cinayətdir. Həm Allahın məhzərində, həm insaniyyətin məhzərində, həm də bu qərbi dünyasında cinayət hesab olur. Xüsusən əgər yaşı aşağı ola. Yəni, məsələn, bir dənə uşağı fərz eləyin ki, bir nəfər təcavüz eləyir. Hər kəs. Fərq eləməz. Bir uşaqdır. Hər cürə qorxutmaq olar, özündən difa eləyə bilmir, vurmaq olar, qorxutmaq olar, başını tovlamaq olar, tamah salmaq olar və bu cinayətdir.
buna təcavüz olsa da bu adam məsumdur, günahkar oldu. İndi bir zorlu adam, zorlu qüvvə gələ bir də xanımlara ya ağalara təcavüz edir, yenə də onlar namuslu hesab olarlar. Onlar namussuz hesab olmazlar. Namussuz o adamdır ki, məsələn, əri var, arvadı var. Demir də ki, mən səndən də ayrılıram, mən səndən boşuram, mən səndən ərəbcə təlaq alıram, ya təlaq verirəm, mən gedirəm ayrısı ilə yaşayam, bunu demir. Çünki gərək bunu deyə. Çünki sən ona demirsən ki, mən səndən ömür boyunca yaşayacağam, iki göz iki gözündür. İndi sən burada əxlaqən, vicdanən hər nə cür deyirsiniz deyin, siz burada xəyanətə mübtəla olursunuz. Fərq eləməz, xanımsız, ağasız. Amma gəlirsən deyirsən ki, mən daha səndən yola getmirəm, istəmirəm. Mənim eşqim, sevgim, hamısı batil oldu. Mən gedirəm, sən ayrı yoluma get, mən də ayrı yoluma gedirəm. Buradan qurtuldu da. Burada siz əmələn, ona deyirlər, ruhsal olaraq boşandınız. İndi dövlətə gedib boşanacaqsınız, mollaya gedib boşanacaqsınız, bu ayrı bir məsələ. Onlara getməsəz də siz ruhən boşaldınız. Ona görə İslamda bir dənə adam əsəbani ola, xoş ola, hər nə ola, 3 dəfə dalbadal desə boşan, 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 arvad boşanar. Ya arvad desə kişiyə boşan, 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 boşanar. Çünki bu iradə mühümdür. Siz bu iradə, bu ürək ki sındı, bu ürək ki oldu, o boşu. İndi sizə deyəm ki, əgər bir nəfər əri ola, arvadı ola, arvadını da sövür, ərini də sevir, ya istir ondan qala, istəmir də ayrıla, hər nə dəlildən dolayı. Amma bir ayrı adamla da yoldaş olur, bizdə bunu yoldaş qədim deyil, oynaş olur. Bu şeydir, bu namussuzluq burada üz verir. Yoxsa gedə ərinə ya arvadına deyər ki, mən səndən olmayacağam, istəmirəm daha olaq. Biz rəvani cəhətdən boşandıq. Ondan sonra eləyə bilər ki, hər kəsindən hər nə iş görür, görsün. O da razı olsa, o da eyni bu şəraitdə olsa. Amma hər kəsən özünə məsuldur. Mən fəqət özümü məsulum. Mən o xanıma məsul deyirəm ki, o var bu vəzirdir, o vəziyyətdədir ya vəziyyətdə deyil. Mən özümə məsulam ki, özüm bu vəziyyətdəyəm də yox. İstəyirəm deyəm ki, namussuzluq zor məsələsi gələndə, qorxu məsələsi gələndə və ehtiyac məsələsi gələndə namussuzluq olmaz. Mən onun üçün bir kitab yazırdım mütəəssifanə, 300 səhifə yazandan sonra da dostlarımı, mən mütəəssifanə bəzən dostlarıma bunları deyirəm, həman gün görsə virus gəldi, kitabları yığdı apardı. Burada 3 kitabın beləsi olubdu. Bir dənə roman yazırdım, Faşiqan Bakirə. Bakirə fahişələr. Yəni müqəddəs fahişələr. Çünki bunlar ya aclıqdan, işsizlikdən, adamsızlıqdan, qorxudan bunları aparıblar, salıblar bu yola. Onlar Məryəm-i müqəddəs deyirlər, ondan da müqəddəsdirlər. Sonra da çıxanmırlar, çünki ondan sonra da bunları da camiə, bu namussuz erkəklər, xüsusən namussuz erkəklərdən danışıram mən. Xanımlar o qədər namussuz deyirlər ki, erkəklər namussuzdular. Bir şərəf erkəklər görürsünüz ki, bunları tora salırlar. Eyni o heyvan ki düşə toratanın toruna çıxmaq yolu yoxdur da, bunu toratan elə eləyibdir ki, hər yerə bu heyvan ayağını atsa üzdən çox batar. Bəzi bu erkəklər də bu xanımları elə bir oyuna salarlar ki, o xanım tərpəşdikcə burada gündən gedər içəriyə və çıxa bilməz. Çünki daimən təhdid, daimən qorxu, daimən filan bəhman və bunlar da namussuz hesab olmaz. Mən hətta bu cür deyim ki, bizim, əgər iştibah eləmirsə, mənim bir dostum var idi. O bir gün yoldaşları ilə gedir, cavandılar. Gedirlər, bir xanım gətirirlər. Bunlara oynasın, biraz da seks eləsinlər. Yoldaşları gedir, məsələn, dana gedirlər içəriyə, çıxırlar eşiyə, oğlanın növbəti istəyir. Oğlan gedir içəriyə, görür, bu o qızdır ki, bu ona aşıqdır.
aşık olduğu qız, xanım çepiçerilmiş bu qızdır. O bu gecənin qonağı oymuş, yoldaşları da gedibdi bundan yatıblar və bu oturur deyir ki, mən səni sevirdim. Mən səndən evlənməyi istirdim. Mən sənə aşiqəm. Qız da açır deyir, görürsən də mənim vəziyyətim belə olubdu. Mən də səni sevirəm. Mən də belə bir zincanlıq istəyirəm, amma əlimdən tutsan. Bunlar evləndilər. Və o xanım bir dana pak və müqəddəs bir xanım olmuşdu. Doğrudur. İşim çok yaşlı dostum, çok yaşlı. İndi alay içində namusa qüsuru olanlar varsa, mən dediyim kimi, namus cəhətindən necə bir qüsur ərəbcə sözdür. Bir ehmallıq eləyibdir. Türkçəsi ehmaldır. Elə o da ərəbcədir, amma fikrim ərəbcədir, elə ehmal özü də. Amma bizdə işlənir ehmal. Ərəblərdə bilmirəm işlənir ya yox, ya farslarda zaten işlənmir. Ehmallıq, yəni suskarlıq elibdir, susluq eləyibsə. Məsələn, mümkündür biri gedə bir yerə qonaq. Məsələn, mən bunu zindanda gördüm. Məsələn, yoldaşları gəlir, ya famildir, ya hər kəsdir, içmaq gətirir, içmaq verir və məsələn, bunun üçün yuxu davası atıbdır. Adam yiyir, yuxuya gedir, yuxuya gedəndən sonra buna təcavüz edirlər. Mən bunun nağılını yazmışam, çap eləmişəm. Bir cavan uşağa Təbriz zindanında necə təcavüz elədilər və necə uşağı hər halda o uşaq salimdir və o uşaq müqəddəsdir, təmizdir. Ona əgər bu qeyri-insani adamlar gəl oğlum, gəl, sən buradan ged eşiyə, 2 gün düşmüsən sən bura, ged eşiyə, rahat ol. Ərz edeyim xidmətsə ki, o tür bir şeylər, onlar da şeydirlər, yəni, öz iradəsində deyil. Öz iradəsi və istəyi ilə pula satmır özünü. Dedim, pula satmağın da dedim da bir ayrı şərait var ki, onlarda dedim. Onları geri çevirər. O nigahbanlar bunları qeytərərlər. Qeytərin, siz Allahın yanına gedə bilməzsiniz. Çünki sizdə bir qaranlıq vardı. Bu qaranlığı aparıb Allaha sürtənməzsiniz ya Allahın dərgahına sürtənməzsiniz. Digərlərini Azitin sarayına girməsinə izin verərlər. O birisi adamlar ki, məsələn, qüsurları yoxdur. Onları apararlar. Əlbəttə, indi məsələn biz insanların, doğrusunu desəm, indi evli insanların, subaylar demirəm, subaylar üst-üstə biraz salim insanlar olurlar. Evlilər İranda danışıram. Evli insanların içində siz çətin adam taparsınız ki, qüsursuz olsun. Xüsusən namus məsələsində çox qüsursuz adam çox çətin taparsınız. Onun üçün hamı tumanın çəkir, nəmə deyirlər, suya çəkir, onlarla olmaz. Çox bu şeydir. İşte bu gələnəklər türklərdə cinsel əxlaqın yüksək olduğunu və erkəklə qadının bu əxlaqla eyni dərəcədə sorumlu olduğunu göstərir. Deyir ki, işte bu dediklərimizlə bərabər, işte bu belədir. Belə oldu bu gələnəklər. Gələnəklər o şeylər ki, tarixdən bizə gəlib yetişibdir da. Yəni rəsm rusum, farsca, ərəbcə rəsm rusum deyirlər. Gələnəklər bu şeydir ki, bizə gəlibdir. Türklərdə cinsel əxlaqın yüksək olduğunu, cinsel əxlaq, yəni yenə də deyim də, yəni ər-arvadlığın yüksək, yuxarı səviyyədə olduğunu və erkəklə qadının, kişi ilə xanımın bu əxlaqla eyni dərəcədə, eyni məsuliyyəti daşımaqlarını göstərir. Yəni dedik ki, qüsur hər ikisinindir, fahişəlik hər ikisinindir, təmizlik ola bilər hər ikisinin olsun, kişilərdə çoxdur mütəəssifanə.
Əski türk qadınları tamamen özgür və sərbəst olduqları halda boş işlərlə uğraşmazdılar. Əski türk xanımlar tarixdə tamamen özgür, yəni heç bir dini, heç bir əxlaqi, heç bir ictimai, heç bir dədə, nənə, bacı, qardaş tərəfindən üstlərində baskı olmayaraq, buna görə özgürlük budur. Özgürlük budur ki, sizin üstünüzdə baskı olmayar. Məsələn, gəlir deyir ki, mən çox adamlara şahid olmuşam, oğlana, qıza. Qız oğlanı istəmir, oğlan da qızı istəmir. Amma dədə, nənə deyir ki, evlənəsiniz. Vururlar, döyürlər, razı ol, gəlir o da mollanın yanında deyir, bəli, bu zinadır başına aşağı. Və bu zinanın məsulü hər şeyi o nənənin, dədənin boynunadır. Ya qardaşın, bacının. Yəni o adam ki, bunları zor eləyir, onun boynunadır. Onlar safdırlar, onlar təmizdirlər. Onların uşaqları da olsa doğrudur. Çünki onlar öz iradələri ilə eləyə bilməyiblər, yaşayırlar. Bunlar dünyanın ən məzlum insanları bulardılar. Məncə. Deyir ki, özgürlük oradadır ki, qorxmaya və deyə ki, mən istəmirəm, mən siz deyəni istəmirəm. Özgürlük buradadır. Yoxsa özgürlük bu deyil ki, onlar dediğini qəbul eləyəsiniz. Əgər bir dana xanım ya bir ağa bir-birləri ilə təfahüm əxlaqiləri İranda deyirlər var. Yəni, biri deyir, o birisi qəbul eləyir. Məcburdur onun sözünü qəbul eləsin. Burada özgürlük yoxdur. Necə ki, İranda dövlət də deyir, millət qəbul eləməyə məcburdur. Burada özgürlük yoxdur. O zaman özgürlük var ki, dövlətin, ya ərin, ya qardaşın, ya dədənin dediyinin tərsinə eləyə biləsən, danışasan və rəftar eləyəsən. Özgürlük buradadır. Çünki orada baskı yoxdur da. Baskı olan yerdə, fişar, zor olan yerdə azadlığın mənası yoxdur. Özgürlük yəni azadlıq. Tamamen özgür və sərbəst olduqları halda kamilən sərbəst və özgürdülər. Nə qardaş, nə bacı, nə ər, nə camiə, nə mallar, nə din. Heç birisi bir dana xanıma şey basanmazmış. Zor fikir, yəni bir cinayi bir iş görənməzmiş bir xanımın üstündə. O cümlədən bir nəfərə məcbur eləyəsən fikrin gizliyə, bu da cinayətdir. Boş işlərlə uğraşmazdılar. Boş iş yəni bihudə. Ərəbcə ki var bihudə sözü. Onun türkcəsi boş. Boş işlərlə məşğul olmazdılar. Uğraşmazdılar, yəni nə deyək, uğraşmaq bir cürsi deyim. Məsələn, elə bir güləşmək. Məsələn, bu cürsi bir mənanı zehnimizdə saxlayaq. Uğraşmaq belə bir şey, yəni ondan dərgir olmaq varsa. Əxlaqi alay kitabında yazıldığına görə, bir tane kitab var, adı deyir ki, Əxlaqi alaydır. Əxlaqi alay kitabında yazıldığına görə, Səlcuqlu prenseslərindən birisi Qəzvin şəhərinin sahibəsi idi. Deyir ki, o kitab yazdığına görə Səlcuqlu qız şahzadələrindən biri, prenses dedik ki, qız şahzadələrə deyirlər. Ki, dedik bunlara xatun deyirlər. Türkdə. Deyir ki, bu prenseslərdən biri Qəzvin şəhərinin sahibidir. Bunu da bir işarə eləmişəm bir dəfə də. Baxın, hər vaxt ki bir ordu girərdi, bir yeri alardı. Orada adamlar yaşırdılar. Ölən öldü, qalan qaldı. Yerlərinin üstündədirlər. Amma o yerin sahibi indi kim oldu? Bu qoşunçu gəldi oldu, onun fərmandehi ya onun şahı. O buranın sahibi oldu. İndi o istər bu yeri deyir ki, mən məsələn verdim filan kəsə. Bu qız da o cürdür. Məsələn, Təbrizin misal vurmuşam. Təbrizin Simon Sofyan ki vardı, o Sofyan şəhəri. O şəhərin özü və bağları, kətləri, dükanları ta Təbrizdə o hava alanına qədər hamısın Qacar dövründə Əmir Kəbirdir. Nədir Əmir Kəbir yox, o birisi. Veriblər ona, o da vəqfə veribdir. Beləsi olur. İstəyirəm deyəm ki, bu iki şəhrin sahibəsi idi. Sahibə, dünənləri bunu demişəm, ərəbcə sözdən gəldiyi üçün onu deyir. Hər il
ilk baharda bu şəhrin kənarına gələrək yaşıl bir çəmənlikdə otağını qurardı. O qız hər il ilk baharda, diqqət buyurun dostlar, bu çox gözəl, zərif sözdür. Biz də deyirik ki, yaz, bahar, payız, qış. Türklərdə nə deyirlər? Biz bu farslarla qatmışıq axı. Türklərdə deyirlər ki, yaz, indi məsələn, bilmirəm, yaydır, ondan sonra yazdır, yay. Bahar da bizdə yoxdur, elə bizdə yaz, yay. Ondan sonra payız ki, xəzəl ayda, xəzəl fəsli də deyirlər. Amma xəzəl ayı, yox bu deyil. Payız və qış. İndi buna ilk bahar deyilir. Yazdan sonraki var yay, ona ilk bahar deyilir. Biz ki yay deyirik dostlar, bu yay, hətta bu tala baxanlarda da o yay oxu şeyi vardı, ona görə oradan gəlir. Çünki istidir burada, hətta heyvanlar və insanlar bu zamanlarda çox belə, nə bilim, beyni qan olurlar, belə bir şey deyirlər. İkinci bahar haradır? İlk bahar, yəni birinci bahar. Birinci bahar bu oldu, ikinci bahar payıza deyərlər. Cidden diqqət buyurun, bir baxın, payıza bir çıxın, bir uca bir yerdən gedin, oturun, baxın. Bu gözəllik ki, payızda var, yazda yoxdur, baharda yoxdur. Vaqəən rəhlər çox əcibə, bu ağaçların rəhləri dəyişir və hamısı da qırmızılaşır, sarılaşır, yəni isti rəhlər. Yazda soyuq rəh çoxdur, yəni yaşıl rəhlər. Yaşıl rəhlər soyuq rəhdilər. Getdikcə bahara çiçəklər açır, çiçəklər ağ və qırmızı, sarı, biraz qızarır, adcacan. Ondan sonra meyvələr çıxır, meyvələr qırmızılaşdıqca soyuqluqdan, yəni yaşıllıqdan gedirlər yavaş-yavaş qırmızılığa, sarılığa, o cürsə olur. Amma payızda baxın, tamam yarpaqlar, hər şey qızarır və qızarmaq da bir cürə, minlər cürə qızarmaq vardı. Onun üçün ikinci, ona da deyirlər sonbahar. Gözəl sözdür. Mən onu çox sevirəm. Bu şəhrin kənarı hər halda o ilk baharda, yəni yaz yox, baharda, 2-3 ayda. Bu şəhrin, Qəzvin şəhrinin kənarına, kənar ərəbcə sözdür fikir edirəm, yanına, ya şəhrə gələr, yaşıl bir çəmənlikdə, bilir, çəmən özü yaşıldır. Sarı çəmənlik olmaz. İşlədibdir da. Bir çəmənlikdə, yəni yamyaşılda, deyək beləsi. Yamyaşıl bir çəmənlikdə otağını qurur. Otağını qurur, yəni çadır qurur. Çadıra da biz otaq deyirik. Baxın, yenə də burada farslarla fərqimiz var. Biz çadıra da otaq deyirik. Onun da əlbəttə neçə adı var. O çadırlar qurulurlar. Böyüklüyünə görə, kiçikliyinə görə nə iş görünər, bacası var, qapısı var, nəyi var, nəyi yoxdur. Bunların üstündə, içinin, bəzəklərinin üstündə bunların adlarının fərqi var. Və bunun üçün deyirəm, bizim farslarla kamilən fərqimiz var. Onlar bir ayrı cür düşünürlər, ayrı cür görürlər. Biz bir ayrı cür düşünürük, bir ayrı cür görürük. Bir il Qəzvinlilər şəhərə genel bir lağım yaptırmaq üzərə aralarında para toplamışlar. Deyir ki, bir il Qəzvinlilər, yəni Qəzvin əhalisi şəhərə genel bir lağım, umumi bir lağım bilmirəm nədir, bəzəkdir, nədir. Lağ bilirəm ki, yəni məsxərə eləmək, bu cür bir şeylər. Lağım bəlkə deyək ki, bu nə canbaz məsələn. Canbaz bilirsiniz nə türkdə nədir? Canbazlıq. O indi sirk deyirlər. Sirklərin bir adam vardı, ipi bağlar iki uca yerə, onun üstündə əlində bir ağac yol yeriyər. Ona canbazdır türkcə adı. Fikir elə, məsələn, belə bir şey gətirirlər şəhrə. Fikir elə, bilmirəm, amma bunu vaqəən bilmirəm. Lağım burada nədir? Lağım yaptırmaq üzərə, yəni onu düzəltmək üçün, indi bilmirəm, bəzəkdir, nədir, bilmirəm. Üzərə, yəni onun üçün aralarında para toplamışdılar. Öz aralarında pul toplamışlar ki, şəhərə bir şey düzəldələr şəhərdə. Lağım düzəldələr. Lağım nədir? İndi mən bilmirəm. Mən lağ kəlməsi bizdə fəqət dedim, məsxərə eləməkdir.
şuxluqdan biraz keçir. Gərəkli miqdarlar oluşması üçün biraz daha altına ehtiyacları var idi. Deyirlər, gərəkli miqdar. Miqdar ərəbcədir, gərək də ərəbcədir, ya farscadır gərək. Miqdar, yəni pay, ya bir əndazə, bir nə qədər? Məsələn, bir miqdarda hər nə qədər. Bir qədər. Bir qədər olması üçün biraz daha altın, yəni qızıl, altına ehtiyacları var idi. Yəni qızıla ehtiyac var idi. Yəni biraz da gərək pul yığışıydı da. Şəhərlilər bu paranı da Sultan xanımdan istəməyə qərar verərək irəli gələnlərdən bir qorul xanım sultanın huzuruna göndərdilər. Deyir ki, şəhərlilər istədilər ki, bu pulu biz verə bilmirik dahi, gedək bunu şahzadədən istəyək, xatundan istəyək. Şəhərlilər bu paranı, bu pulu, o qızılı xanım sultandan almaq üçün istəməyə qərar verdilər, təsmin tutdular. Təsmin də ərəbcədir, qərar da ərəbcədir, amma bizdə qərar işlənir. Qərar verdilər, irəli gələnlərdən, yəni o adamlar ki, qərar oldu geçsinlər, bir qurul, yəni bir tədad adam seçildilər ki, bunlar geçsinlər Sultan xanımla danışsınlar. Xanım Sultanla huzuruna göndərələr. Bu qurul otağa yaxınlaşınca otağın önündəki bir səndəl üzərində oturan xanım sultanın bir hörkümədə olduğunu görərək bu cimri qadının bizə para verməsinə imkan yoxdur deyə gəldiklərinə peşman oldular. Deyir ki, bunlar ki getdilər, bu qurul otağa yaxınlaşınca, xanımın o otağına yaxınlaşınca, otağın önündəki bir səndəl üzərində oturan xanım, gördülər ki, bir xanım oturub səndəlin üstündə. Səndəl də dünyanın hər yerində işlənir bu söz, amma bilmirəm hardan gəlmədi. Əslində bir ağacdır. Səndəl bir ağacın adıdır. Bəlkə ondan düzəldiyi üçün ona deyiblər səndəl. Hər halda. İndi səndəliyə deyirlər fikirləmə Türkiyədə. Üzərində oturan xanım sultanın bir hörkümədə olduğunu görərək. İndi hörkümə yəni bu biz bu başızadı toxudular, xanımlar hörəllər. Deyirəm, o hörcü ya da ki paltar toxuyan. Yəni, məsələn, mənim nənəm ya uşaqlar, qızlar, xanımlar görürsünüz ki, milinə bir hörcü hörürlər. Yəni, bir şey toxurlar. İndi ya papaqdır, ya əlcəkdir, ya paltardır, bir şey toxurlar. Bu hörcü toxunma. İndi Təbrizdə toxunma deyirlər fikirə. Hörcü hörməkdə olduğunu görürlər. Gördülər ki, bu xanım şahzadədir, amma əlində bir hörcü hörür. İndi bir paltar, məsələn, toxuyur milinə. Öz-özlərində bu cimri qadının bizə para verməsinə imkan yoxdur. Cimri, yəni xəsis. Xəsis ərəbcədir, bunun türkçəsi cimri. Bu cimri qadının təhqir elədilər. Bu xəsis xanımın bizə para, pul, yəni verməsinə imkan yoxdur. Deyə özləri bir-birlərinə dedilər, gəldiklərinə peşman oldular. Ora gəldiklərinə peşman oldular ki, bu bizə pul verməyəcək ki, necə? Fəqət xanım sultanın tərəfindən görüldükləri üçün geri dönmələri də mümkün deyildi. Amma xanım sultan bunları gördü. Deyir, bunun üçün bunların geri dönməkləri də olmadı. Yəni, əgər xanım bunları görməsəydi, qeydərdilər, üzə qaldılar. Dönmələri mümkün deyildi. İstər-istəməz sultanın huzuruna gəldilər. İstər-istəməz, yəni məcburən. Ərəbcə məcburən. İstər-istəməz məcburən sözdür. Məcburən, yəni istər-istəməz sultanın huzuruna gəldilər. İki ürəkli, yəni. Və xalqın təklifini sundular. Təklif ərəbcə sözdür, pişnihat farsça sözdür. Həman onu biz işlədik. Hər halda onların təklifini sundular, təqdim etdilər. Təqdim sözü ki, ərəbcədir, onun türkçəsi sunmaqdır. Sundular, yəni təqdim etdilər. Sultan bütün məsrəflər özü tərəfindən veriləcəyindən toplanan yardımları sahiblərinə geri vermələrini əmr etdi. Sultan dedi ki, tamam bu nə ki yapdıracaqsınız o
dedik nə idi? Lağım. O lağım ki yapdıracaqsınız, bəlkə bir bulaqdır, nə bilim. Bəlkə bir bulağa bir şey yapdırırlar. Dedi ki, onun parasını mən verəcəyəm. Hər kəsdən pul almışsınız, aparın qeytərin verin. Toplanan yardımları sahiblərinə geri vermələrini, qeytərmələrini əmr etdi. Fərman verdi ki, aparın verin. Və xəzinədarını çağırdaraq, burada gözəl sözdür. Xəzinə biz normalda bir yerdə bir şey ki toplanır, xəzinə deyər. Hamamda su ki toplanardı qədim hamamda, onlara xəzinə deyərdilər. Bulağın gözündəki biraz da toplanır, ora xəzinə deyər. Pul toplanan yerə də buna görə xəzinə deyiblər. Çünki hər yerdən zinə gələr, bir yerdə toplanar, olar xəzinə. Xəzinədarını çağırtdıraraq, yəni xəzinədar özü çağırmadı. Bir nəfərə dedi ki, get xəzinədarı gəlsin. Buna deyirlər çağırtdırmaq. Yəni mən dəstur verdim, bir ayrısı getdi, çağırdı. Çağırdaraq lağımlar üçün gərəkən bütün paraları qurula təslim etdi. Xəzinədarı çağıraraq, yəni çağırdı, gəldi. Ondan sonra dedi ki, lağımlar, o lağlıq nə mənə idi hər nə mənə? Bəlkə lığlıqdır, bilmirəm, oradan da gələ bilər. Lağımları yapmaq üçün, düzəltmək üçün lazım olan pulları gələn adamlara, qurula, yəni o gələn adamlara təslim etdi, verdi. Heyət içindəki bir yaşlı sultana əlindəki hörgü işindən dolayı zehnilərinə gələn haqsız quşquyu söyləyincə Xanım Sultan bu cavabı verdi. Orada bir yaşlı kişi var idi heyət içində. Heyət ərəbcə sözdür. Həm göydəki ulduz-mulduzlara deyirlər, çünki onlar da çoxdular. Ona görə ona heyət deyirlər. Yerdəki bir cəmdəki qurulur, ona da heyət deyirlər. Çünki onlarda bir ulduz kimi, məsələn, hesablayırıq, bir ulduz kimidirlər. Bir yaşlı, onların üçün bir yaşlı vardı. Sultanın əlindəki hörgünü, o toxunmanı işindən, o hörgünün işindən dolayı, o toxumaqdan dolayı ona dedi ki, zehnilərinə gələn haqsızlığı quşquyu. Quşqu yəni şübhə. Ərəbcə sözdür. Quşqu türkcəsidir. Quşquyu söyləyincə, yəni bu şübhə ki zehnlərində var idi, onu gəldi də bu xanıma açıqladı. Mən beləsi getməyim xanım. Belə biz sənin əlində gördük, belə toxunma var. Dedik ki, sən bizə pul verməzsən. Xanım Sultan bu cavabı verdi, belə dedi. Evet, türkcə. Hän biz Təbrizdə, Ərdəbildə, orada burada hän deyirik. Türkçədə evet, bəli yerinə işlərir ki, bəli də ərəbcə sözdür. Bəla sözündən gəlir. Mənim əl işlə uğraşdığımı görən bütün İranlılar, burada görürsünüz yenə də farslar şaşırlar. Əgər bu kəlmə düz olsa, yəni bu xanım bu fars İranlılar sözünü gətirsə, İranlılarla türkləri ayırır. Diqqət buyurun, bəzən bu kəlmələrin zərafətində diqqət eləməliyik. Deyir ki, bəli, mənim əl işimi uğraşdığımı, yəni əl işi ilə məşğul olduğumu, farsda dərgir deyirlər, olduğumu görən bütün İranlılar, yəni farslar, çünki türklər işlirmişlər daimən xanımlar işlərdi türklər. Onun üçün bunlara bəyid deyildi, farslara bəyid imiş. Şaşırlar, yəni yoldan cayırlar. Caymaq da, şaşmaq da yoldan çıxmaqdır. Amma şaşmaq biraz ruhidir, yəni təəccüblənirlər. Təəccüb ərəbcəsidir. Şaşırlar, təəccüb edirlər. Halbuki mənim ailəm içində bütün qadınlar mənim kimi sürəkli əl işi ilə uğraşırlar. Deyir, halbuki bunlar, yəni İranlılar, farslar, halbuki mənim ailəm içində, yəni tamam şahzadələrin hamısı, xanımların hamısı mənə tay, mənim kimi sürəkli, daimən əl işi ilə uğraşırlar, əl işi ilə məşğullar, yəni bekar oturmazlar. Biz sultanlar belə əl işi ilə uğraşmazsaq, nə ilə uğraşacağıq? Biz sultanlar belə